Salam, hər vaxtınız xeyir əziz izləyicilər. Kanalıma xoş gəlmisiniz. Bu günləri mən sizə çox dadlı, ətirli pryanik şirniyyatının hazırlanma qaydasını göstərirəm. İlk olaraq dərin bir qaba 125 qram un, duz, şəkər tozu və vanili əlavə edib quru ərzaqları qarışdırırıq. Üzərinə qaynar südü əlavə edib çırpıcı və yaxud spatula ilə qarışdırırıq ki, şəkər tozu tam ərisin və un topa-topa qalmasın. Əziz izləyicilər, süd mütləqdir ki, qaynar olsun, şəkər tozu ərisin. Daha sonra üzərinə duru yağı və üyüdülmüş keşniş toxumu əlavə edib yenidən qarışdırırıq. Üyüdülmüş keşniş toxumu bizim uşaqlıq illərimizdə yediyimiz pryanik şirniyyatının dadını verir. Ona görə çox məsləhətlidir. Baxın, videoda gördüyünüz kimi qarışım eynən bu cür olmalıdır. Sonra bu qarışımı kənara qoyuruq, 5-10 dəqiqə soyusun. Soyuduqdan sonra üzərinə bir yumurtanı bütöv və bir yumurta sarısını əlavə edirik. Biraz çırpıcı ilə qarışdırırıq. Ardınca qalan unu və qabartma tozunu əlavə edib yumuşaq, ələ yapışmayan xəmir yoğururuq. Birinci spatula ilə biraz qarışdırıram. Sonra dəzgaha un səpib orada davam edirəm. Əziz izləyicilər, videonun alt bölümündə resepti yazacağam. Siz oradan istifadə edərsiniz. Baxın, bu cür yumuşaq xəmir alınır. Xəmiri salfana büküb 5 dəqiqədə saxlayıram. Xəmir biraz da özünü tutsun. Sonra xəmiri hissələrə bölürük. Hər birini 50 qramlıq kündələr halına gətiririk. Kündələri yenidən yumrulayaraq formaya salırıq. Soba qabına yağlı kağız səririk. Kündələri soba qabına düzürük. Öncədən isidilmiş sobada alt-üst rejimdə 175 dərəcədə bişiririk. Bişirərkən diqqət edirik ki, üzəri çox qızarmasın. Alt hissəsi əgər yaxşı qızarıbsa, demək ki, pişibdir. Baxın, bu cürə. Görürsünüz, alt hissəsi necə qızarıbdır. Pryaniklər bişdi, indi qoyduq kənara. İndi də üzəri üçün glazur hazırlayırıq. Bizə lazımdır yumurta ağı, şəkər kirşanı. Bunları qarışdırırıq. Biraz çırpıcı ilə qarışdırırıq. Üzərinə 2 çay qaşığı limon suyunu əlavə eləyirik. Yenə də qarışdırırıq. Limon suyu həm glazurun rəngini açır, ağardır, həm də ki, yumurta qoxusunu aradan götürür. Yəni, çox məsləhətlidir limon suyu. Biraz soyumuş pryaniklərin üzərinə, videoda görürsünüz, glazuru çəkirik. İstəsəniz fırça ilə, istəsəniz də mənim kimi əllə çəkə bilərsiniz. Əllə çəkmə daha rahatdır, ona görə ki, glazur pryanikin hər tərəfinə bərabər yayılır. Hazır bu pryanikləri düzürük bir qaba, yenə soba qabına düzürük. Tam glazur qurumalıdır. Hardasa 30-40 dəqiqə tam qurudu. Və budur, əzizlərim, nəticə. Görün necə gözəl alınıb, iştah açan və ağappaq pryanik. Bu reseptdən məndə 28 ədəd 50 qramlıq pryanik alındı. Əgər videonu bəyəndinizsə, like etməyi, kanala abunə olmağı və fikirlərinizi şərhlərdə, şərh bölməsində yazmağı unutmayın. Sizin də hazırlayıb nəticəni mənimlə paylaşmağınızı gözləyirəm. Allaha əmanət olun.